müxalifətin sözlərindən belə başa düşülür ki, Bakı ermənilərin ən böyük müdafiəçisidir. Səbəbi isə odur ki, bizim Azərbaycan bütün tələblərini qəbul edib sülh sənədinə saldığımızı deyirlər. Sazişin mətni isə Ermənistan dövlətinin maraqlarına uyğundur. Globalefo az məlumat verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan martın 26-da parlamentdəki çıxışı zamanı bildirib. O, sülh sazişin müxtəlif aspektlərdə fərqli şəkildə qəbul edildiyini vurğulayıb. Bizim standartlarımız nədir, necədir? Müqavilənin müddəalarını, təhlükəsizlik təminatını nə ilə müqayisə edirik? Məsələyə tarixi Ermənistan prizmasından yanaşsaq, bəli, bunun güzəşt kapitulyasiya olduğunu deyə bilərik. Ancaq söhbət ölkənin suverenliyinin müdafiəsindən gedirsə, xeyr, heç də güzəşt olunmayıb. Ermənistanın baş naziri Nikol Paşinyan canlı efirdə Qarabağla bağlı debatların keçiriləcəyi təqdirdə Ermənistanın keçmiş prezidentlərini divara dirəməklə hədələyib. Onun sözlərinə görə keçmiş prezidentlər Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyan 2020-ci ildə Azərbaycanla müharibədə məğlubiyyətə görə onu günahlandırmağa çalışırlar. Halbuki biz hakimiyyətə gələndə bu qaçılmaz idi. Buna görə onları canlı debatlara dəvət etdim. Ancaq bu üç düşüncə nəhəngi deyir ki, mənimlə müzakirə edəcəkləri heç nə yoxdur. Sonra övladlarını, nəvələrini, gəlinlərini, bacanaqlarını mətbuat konferanslarına göndərdi. Heç danışmağa bir sözünüz yoxdursa, oturun və yerinizdən tərpəməyin. Mən sizinlə mübahisə etməyəcəyəm, sizi divara dirəcəm və oradan da sizin siyasi meyitlərinizin qalıqları çıxacaq. Hər üçünə aiddir. Bəsdir əsəblərimizlə oynadığınız. Mən sizi tapdayacam və heç bir müzakirə olmayacaq.